Kirayə haqqı gecikdikdə mənzildən çıxarıla bilərəm. Mənzil kirayəsi münasibətlərində həm ev sahibinin, həm də kirayəçinin hüquqlarını qoruyan yeganə təməl mütləq qaydada bağlanmalı olan kirayə müqaviləsidir. Şifahi razılaşmaların heç bir hüquqi qüvvəsi yoxdur və tərəfləri müdafiəsiz qoyur. Azərbaycan məhkəmə təcrübəsində xırda gecikmələrə görə, məsələn, kirayə haqqının bir neçə gün gecikdirilməsi və ya mənzilə ciddi zərər vurmayan xırda anlaşmazlıqlar səbəbindən mənzildən çıxarılması iddialarına çox nadir hallarda rast gəlinir və məhkəmələr bu cür xırda səbəblərlə insanı mənzil hüququndan məhrum etmirlər. Yəni, qanun mülkiyyətçini qoruduğu qədər kirayəçinin də sosial və yaşayış hüquqlarını tarazlayır, dərhal kəskin şəkildə qərarlar vermir. Lakin, əgər bu gecikmələr xroniki xarakter alarsa, müqavilədə təyin olunan müddət ötərsə, kirayəçi müqavilənin digər ciddi şərtlərini, məsələn, mənzildən təyinatı üzrə istifadə etməmək, qonşuları daim narahat etmək və ya əmlaka qəsdən ziyan vurmaq kimi öhdəlikləri kobud şəkildə pozarsa, vəziyyət tamamilə dəyişir. Belə hallarda ev sahibinin müqavilə şərtlərinə əsaslanaraq kirayəçini evdən çıxartma hüququ tamamilə qanunidir və məhkəmə bu hüququ təmin edir. Hər sualın bir cavabı var. Sizi maraqlandıran sualların cavabını məhz bizdən öyrənin.